ötmə əməliyyatını eləyən amal Arzunun döndərdiyi maşının təkərinə tuş gəlir. Nəzərinizə də çatdırım ki, maşın sürətli olduğu üçün xırda bir toxunuş idarəetməni itirməyə səbəb ola bilir. Nəticə, İlduzənin idarə etdiyi maşında maşının rəngi ağdır. Qəzaya uğrayan amalın maşınının sağ arxa kırılasında da ağ rəngə bənzər izlər aşkar olunur. Və bu da o deməkdir ki, təkərə mi deyim, kırılaya mı deyim, cüzi bir toxunuş olub. Orada böyük bir qəza olmayıb, cüzi bir toxunuş olub. Və həmin xanımın hadisə yerindən qaçmağı biletlə əlaqəli olmayıb. Danışanda deyir, ağıllıyam. Artıq istintaq bitib, mən bunları istintaqdan qabaq danışsaydım, bəlkə də hansısa bir məsuliyyətə cəlb oluna bilərdim. Amma nəzərinizə çatdırım ki, artıq məhkəmə istintaqı bitib, bunlar ictimaiyyətə açıqlanıb. Mən sizə loru dildə izah edirəm məsələni. İlduzə xanım və onun yanında əyləşən qızı, rəfiqəsi vəziyyətin ciddiliyin dərhal başa düşüblər. Çünki qadın beyni kişi beynindən daha tez reaksiya verir hadisələrə. Dərhal hadisə yerini tərk ediblər. İçkili olduğu halda hadisə yerini tərk edib. Çünki onun içkili olduğunu çıxdığı restoranın ahçantı belə təsdiq edir. Hansı ki, ahçant indi ortada yoxdur və məhkəmə prosesində görünməyib. Amma bilirik nədir, nə deyildi. Nəysə, öz işidir. Və gecələn bu qəzadan dövlət yol polisinə və 102 xidmətinə məlumat vermədən gecələn ölkəni tərk edib. Əvvəla burada bir candan gedir söhbət. Əvvəla heç sənin təqsirin olmasa belə, sənin ölkəni tərk etməyin, hadisə yerindən yayınmağın sənin birbaşa təqsirli olduğu sübuta yetirir. Və sən artıq xaricdən Bakıya, Azərbaycana, Almaniyadan Azərbaycana çağırılanda istintaqa, sənin qanında ekspertiza həmin spirti aşkar edə bilməzdi. Çünki spirtin və narkoloji testin müddəti son 28 və 48 saat ərzində müəyyən olunur. Bu 28 və 48 saat keçdiyi üçün sənin qanından heç bir spirtli maddəni aşkar edə bilməyiblər. Okey, onun üçün də içkili mövzusuna hakim toxunmayıb, bu sual altındadır, qaranlıq bir məsələdir. Gəlirik orada digər məsələ 264-cü maddə. 264-cü maddə hadisə yerini bilərəkdən, məlumat vermədən tərk etmədi. Əvvəla sənin orada ürəyin getməyib, əvvəla sən xəsarət almamısan, əvvəla sən yaralanmamısan, səndə güclü bir qan axma olmayıb, yəni qan itirməmisən ki, deyim səni təcili yardımı gözləmədən səni təcili xəstəxanaya çatdırıblar. Hələ şokdan ölən görməmişik. Hələ depressiyadan ölən görməmişik, qəfil depressiyadan. Bunlar üçün müddət keçməlidir, illər, aylar. Epileptik tutma ola bilməz. Epileptik tutma mümkün deyil. Epileptik tutma necə olub ki, maşını özünüz idarə edib getmişsiniz. Biriniz dediniz ki, məhkəmədə dostu aparıb, biriniz dediniz oradakı adamlardan biri aparıb, biriniz dediniz özü sürüb gedib. Bu heç bir halda hadisə yeri tərk olunmur. Heç bir halda. Yazıları oxumaq istəmirəm ümumiyyətlə, nə yazırsınız yazın. Heç bir halda tərk olunmamalıdır. Çünki, baxın, tərk olunmuş olsa belə, sən öz canını çox istəyirsənsə, orada yerdə uzananı da götürüb maşınıma qoyub aparsaydın, 103-ü gözləməsəydin, təcili tibbi yardımı. Sənə heç kim deyə bilməzdi 264 hadisə yerindən qaçmışsan. Deyəcəkdin ki, mən yaralını özüm çatdırmışam xəstəxanaya. Onda olmayacaqlar. Modlarım yoxdur, qoy nə istəyirlər yazsınlar. Problem yoxdur. Yazan öz səviyyəsini göstərir. Mən sizə olanı deyirəm və gerçəyi də danışıram. Sonradan rentakarın maşının məsuliyyətdən yayındırmaq üçün, mən bilmirəm, rentakar onu rənglətdirib, rentakar onu polirovka elətdirib, rentakar onu nə etdirib maşında olan zədəni, xırda bir zədəni. O da rentakarın özünlə Allahın arasında olan bir şey olsun. Amma məncə məhkəmə ekspertiziya təşkil edib rentakarın maşınına baxış keçirməli idi.
Bu mütləq qaydadadır. Həmçinin burada olan, maşında sürücü olan Azərbaycan Respublikasının vətəndaşı cinayəti 7-8 ay gizlədib dövlət yol polisinə, həmçinin dövlət qurumlarına xəbər verməmədə təqsirləndirilməli idi. Bu da bilmirəm hansı qaydada aparılıb ki, həmin xanım təqsirləndirilməyib və niyə görə təqsirləndirilməyib? Çünki biləvasitə o maşında olub və hadisənin də şahidi olub. Bəs onu deyirəm, elə yalan ifadə məsələsidir, müstəntiqin çağırışlarına tabe olmamadır və yaxud da ki, məlumatlandırılmamadır. Bu kimi şeylərdir. Qaldı ki, arxadan gələn maşının deyirsiniz ki, sürəti, deyirsiniz ki, içkili, deyirsiniz ki, digər zərərli vərdişlər. Baxın, hər insan öz əməlinə cavabdehdir. Əgər o şəxs sağ qalsaydı, o da cavab verəcəkdi. Nə olsun ki, zərər çəkmiş onun həyat yoldaşıdır. Ona görə də məsuliyyəti olacaqdır. Məsuliyyəti həqiqətən olacaqdır. İçkili olduğuna görə ayrı bir məsuliyyət olacaqdır. Qəza törətdiyinə görə ayrı bir məsuliyyət olacaqdır. Amma hal-hazırda məhkəmə prosesi və ekspertiziyanın verdiyi rəy bunu göstərir ki, amalın idarə etdiyi avtomobilə yüngül toxunuş sağ tərəfdən olduğu üçün amal idarə etməni itirib. Yoxsa orada manevr qaydalarını pozmayıb. Yəni sürətlə gəlib, ötmə edib qaydacaqda öz xəttinə. O maşına zərbə arxadan yüngül toxunuş olduğuna görə idarə etməni itirib. Orada sürətə görə idarə etməni itirməyib. Və orada 300, 200, 250, 300 sürət olmayıb da. Maksimum 120, 130 sürət olar. Nağıl danışıram, çıx da xoşuma gəlmir, baxma burada nə var ki. O ötmə eləyir, problem yoxdur, amma ki, idarə etməni itirməyə bilər. Arxadan toxunmuş olduğu üçün idarə etməni itirib maşın. Bizim də buradan Arzu xanımla danışmaqda məqsədimiz və barışıq istəməyimizin səbəbi var idi. Nəyə görə var idi? Əvvəla hakim tutanda, vəkil tutanda özün üçün hansısa bir vəkili müqavilə əsasında tutub prosesə çıxardanda həmin vəkilə həqiqətləri olduğu kimi çatdırmalısan. Qərəzsiz, yalansız. Eynisi kimi. Siz videolara bir tərəfli baxmayın da, istintaqda olan videolara tam ətraflı baxın. Və insanlara burada yaxşı insandır, eləməz deyə yanaşmayın. Bu qız yaxşı qızdır, bu işi eləməz deyə yanaşmayın. Faktlar var, sübutlar var. Mən inanmıram ki, o hakim öz karyerasından oynasın. Ki, hansısa bir vətəndaşa görə, sosial insana görə, ictimai insana görə sosiallarda həmin hakimin adı hallansın. Hakim burada işini çox ədalətli aparır, çox diqqətli yanaşır bu məsələyə. Çünki bu məsələ ictimailəşmiş məsələdir. İstəməzlər ki, belə bir şey olsun. Xeyr, getmədim. Bəli. Amin. Sadəcə olaraq, özü də, hardan deyib arxadan, hara deyib? Qanun hər kəs üçün qanundur, salam. Qanun hər kəs üçün qanundur, qanun şahdır, şah qanun deyil və Azərbaycan Respublikasının konstitusiyası var, Azərbaycan Respublikasının prosesual cinayət məcəlləsi var, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası var, yəni şərhlər bölümü var. Hansı ki, orada tam aydın yazılır. 263.2-ci maddə, həmçinin 264-cü maddənin təsnifatında göstərilir ağırlaşdırıcı hallar və yüngülləşdirici hallar. Ağırlaşdırıcı hal olaraq nəzərə alacaq hakim ilkin yardımın göstərilməməsi, hadisə yerini tərk etməsi və istintaq dövründə könüllü olaraq təqsirini boyuna almama, yəni səmimi peşmançılıq. Çox xahiş edirəm, gördüyünüz kimi deyil hər şey. Ona görə də bildiyinizi, bilmədiyinizi yazmayın.
Kimin günahı var, kimin günahı yoxdur? Artıq məhkəmə istintaq dövrü bitib və bunu sübuta yetirib. Sizə elə gəlir, məhkəmə niyə satılıb? Mən başa düşmədim. Kimə satılıb ki məhkəmə? Siz nə danışırsınız? Siz nə boş-boş cəfəngiyat sözlər danışırsınız? Nəyə satılıb məhkəmə? Sizcə bir hakim öz karyerasını arzuma və yaxud da Amalın ailəsinə görə qurban verər? Hə, oğlan avtoşluq eləyib, yaxşı eləyib belədir ki. Oğlan avtoşluq eləyib, avtoşluğuna görə sağ qalsaydı cavab verəcəkdi. Siz nə danışırsınız? Xeyr, pula görə hər şey eləməzlər. Burada nüfuzdan, sosial nüfuzdan gedir söhbət, siz başa düşmürsünüz. Velosiped sürə bilməyənlər gəlir burada maşının idarə etməsindən cəmaata dərs deyir. Bir ələ gedin samakatınızı, skuterinizi sürün. Bəs biz də deyirik onun 4 balası var, yazıqdır, günahdır. Allah hakimin və qarşı tərəfin ürəyinə mərhəmət versin. Bu xanım da dikbaşlığın qoysun yerə, geçsin, barışsın, düşsün əlini ayağına. Mənim günahım yoxdur deyib cəmaatı dolandırıb gəzməsin də, biz də bunu deyirik də. Biz nə deyirik? Siz niyə günəşi başqa cür başa düşürsünüz ki? Başa düşmədim. Çoxluq azlığa tabet ki, birinin 4 balası var, birinin 1 bala. Nə dəxli var ki? Bəli, artıq geçdim. Geçdi. Bilirsiniz necədir? O vəkilin dinləməyən insan uçuruma gedir. Vəkilin dinləməyən insan həqiqətən uçuruma gedir. Vəkillər ona dəfələrlə bu mövzunu xatırladıblar. Amma hansı dərəcədə xatırladıblar, onu da bilmirəm. Onlar xatırlatmadan əlavə təkid etməli idilər ki, nəsə bir nəticə əldə eləsin. İndi mən onu bilmirəm də. Arzum vəkildən çox yanında olan o kötürə inanır. Ona görə dinləmədim. Vəkilləri dinləmədi. Vəkilləri çox güclüdür. O elə başa düşür ki, Rəqsanə xanımı çıxaran vəkil elə bütün proseslərdə qalibiyyət əldə edəcək. Rəqsanə xanımın işi tamam başqa bir mövzudur. Orada maddi ziyandır, zərərdir. Orada mənəvi zərər yoxdur. Maddi zərər olan anda nəsə etmək olur. Az yaşlı uşağı olduğu nəzərə alınacaq, amma onu məsuliyyətdən kənarlaşdırmır. Bəli. Rəqsanə xanım da belə, yəni görürsüz, yəni azadlıqda olmağı üçün bir çox cəhdlər etdi. Yəni lazım olan məbləğləri ödədi, sonra üzrün istəyib, indi nə cürsə də. Övladın xəstəliyinə görə yüngül cəza olmur. Elə olsaydı cəza çəkmə müəssisəsində övladı xərçəng olan, övladı paralici olan, övladı görmə qüsurlu, əngəlli olan, serebral iflic olan məhkumlarımız daha çoxdur. Əgər bunda nəzərə almış olsa hakim, yerdə qalan digər məhkumlara haqsızlıq olacaq. Bəli, son qərar hakimindir. Prokuror sadəcə olaraq cəzanı təklif edir. Ekranı bəyənin. Siz hardan bilirsiniz ki, günahı olmayanı niyə tuturlar? Ay Sevda Dənizim, hardan bilirsiniz? Hər burada danışılan sözə inanırsınız. Siz nə dərəcədə Arzunun həqiqəti danışıb danışmadığını bilirsiniz? Hardan bilirsiniz ki, o xanım həqiqətləri düz danışır ya yox? Bilirsiniz, bir dənə sual verin də, suala cavab verin də. Sözsüz ki, ekran qarşısında olan hamısı senzuradan danışır.
Hardan bilirsiniz? Mən dövlətimin ekspertizasına inanaraq, rəylərinə olaraq danışıram. Rəylərinə əsasən danışıram. Qoyulan faktlara əsasən, sübutun tapmış faktlara əsasən danışıram. Yəni, havadan, sudan danışmıram. Qoy nə yazırlar, əslində siz boş verin. Söyüş yazanlar hamısı onun... Bax, siz görürsünüz nə dərəcədə aciz insansınız ki, söyüşlə müraciət edirsiniz. Və sizin içinizdə bir 100 nəfər ağıllı olsaydı, bəlkə də o xanım tamam başqa bir gündə olardı bugün. Tamam fərqli bir gündə olardı. Amma siz hələ də söyüşlə danışmağa davam etdiyiniz üçün və onun da izləyiciləri onun öz səviyyəsi qədərdir, belə deyim yəni. Necəsiz? Salam. Hər kəsi salamlayıram. Baxın, Rəqsanə İsmailovanın qızı Aysun İsmailova prezidentə anasına görə və balaca bacı və qardaşlarına görə müraciət edəndə əfsuslar olsun ki, heç kim o qızın yanında dayanmadı. Əksinə, anasının tutulmağına sevinənlər oldu. Artıq əski danışanlar oldu. Nəyə görə? Bax, mən bu sualı dünən də ünvanladım, indi də deyirəm. Rəqsanə ilə Arzumu bir tutursunuzsa, Rəqsanə də ana idi da. Rəqsanə xanımın da 4 dənə mi? Neçədən uşağı var? 4 dənə də 10 uşağı var idi. Niyə ona görə heç kim ayağa qalxmadı? Hə? Niyə qazilər ona görə ayağa qalxmadı? Qazilərə Arzudan 5 qat artıq dəstək olmuşdu. Niyə gedib köməyini uzatmadılar həmin insana? Niyə Rəqsanə xanım azadlığa buraxılanda gedib o qazilər onu qarşılamadılar? Hikmət müəllim çox savadlı bir vəkildir. Fərid Həsənov da həmçinin. Amma insan özünə vəkil tutanda sənin nə yazıb burada? Sən özə ki, oğurluqdan tutulmadın, indi tutar. Mən oğurluqdan tutulmamışam. İnşallah ailəmin başına gələr. Mən oğurluqdan tutulmamışam. Burada boş-boş yazma. Bilmədiyin şeyi. Səni də indi skrin eləyirəm. Şəxsən səni polisə müraciət edib tapdıracam və bu dediyi də sənə sübut elətdirəcəm. Çünki hamımız konstitusiyaya tabi olan insanlarıq. İndi nəyin davasını axtarırsınız? Amal Kindirdən mi çıxıb? Sənibər Bostanlıqdan mı çıxıb? Bunlar da bir insanın balalarıdır. Bunlar da bir ailənin balasıdır. Danışanda biraz düzgün danışın. Polislərimiz niyə yazıq olur ay xanım? Yazıq elə sənsən. Polislərimiz yazıq deyil. Əhsən olsun bizim polislərimizə ki, onlar olmasa bu dəqiqə bir-birini yeyərdi. Bir məsələni də buradan çatdırmaq istəyirəm ki, hər ekran qarşısında oturub danışana inanmaq olmaz. İçi mən qarışıq. Yazacaqsınız o qarşıdan deyim. Sözsüz ki, heç kim cinayətkar heç öz cinayətin boynuna almır. Amma kaş elə düzün danışardı və belə də olmazdı da. Bir də yazıblar ki, mən Arzum tərəfə danışmıram, nə də digər tərəfə danışmıram. Mən fakt olaraq Arzuma 3 gün dedim ki, barışıq lazımdır, istəmədi, öz işidir. Mənim nəyimə lazım ki, can onun, azadlıq onun, övladlar onun. Sadəcə olaraq o uşaqlara görə biz belə bir addım atdıq. İkincisi də mən öz evimdə qalıram, mənim evim kirayə deyil. Həmçinin sürdüyüm maşında rentekar deyil. Onun üçün də mənim onlardan heç bir asılacağım yoxdur. Nə də ki, burada heç kimdən pul yığmıram, hədiyyə yığmıram, gedib hədiyyəni çıxarıb da işlər görmürəm. Sonra Qazi atası bugün müraciət edib qabağıma çıxdı, şəhid atası. Var olasan, ağsaqqal, başımızın tacısan. Amma elə videoda düz deyirsən ki, Arzum 999 adam vurub öldürüb, xahiş edirik Cənab Ali Başkomandan mənə kömək olun bu məsələdə. Bilmək istəyirəm, Arzum 999 sizin nəyinizdir ailə üzvü olaraq? Ailə üzvü olaraq Arzum 999 nəyinizdir? Necət mənə bir də mod ver. Səndə var da mod, necə verim mod? Atma səssizə, qoy yazsınlar. Sizin pis söz yazmağınız mənə sərf edir, yazın. Çünki mən kəşfiyyətə düşürəm. Qoy yazsınlar. Burada hakimi falan təhqir edirlər ona görə. Hakimi təhqir eləyənlər yəqin ki, özləri hamısı bilsən o hakimi kimlərdir burada təhqir eləyənlər? Fırıldaqlar, maşinliklər, ona buna pul alıb atanlar, bunlardır. Ay bala, mən
Yəni oğurluqdan, siz xəstəsiz, siz piçsiz. Bu məsələnin bura nə aidiyyatı var ki? Bu məsələnin bura nə aidiyyatı var ki? Bunlar xəstədirlər, siz şizofrensiz. Mənim dilim də var, dilçəyim də var. Hünərim də var danışmağa. Sən kimsən? Bax, sən kimsən? Balancor iş nədir, mən bilmirəm. Sən kimsən? Mən sizin şərlərinizə boyun əyməyəcəm. Nə qədər istəyirsiniz danışın. İnşallah ki, bax o danışanlar, o şər atanlar var ha. Sizin də belə balalarınızın başına gələr. Üzr istəyirəm, mənim moderatorum buradadırsa səssizə atma, blokat birbaşa yazanı. Qoy ürəyi partlasın. İnşallah ki, bax sizin də başınıza gələr. Onda ağlınız gələr başınıza. Nədən uşaq doğan? Bakılı, sən nədən əmələ gəlmirsən ki, güya? Sən anın havadan deyəsən şeyli, Bakı küləyindən. Ay Allah, küləkdən. Sən də, ay canım mənim, sənin də papavın əziyyəti vardı orada, canım. Gülməli, nə var ki orada? Ay var. Yox, cəmaatın evi kişi ölüb, it ölüb, bunlar əl-ayağa düşüblər. Deməyim odur ki, yəni biz bu sonra şəhid anaları, şəhid ataları, yəni prezident nə edəcək ki, deyəcək hakimə ki, ədalətsiz qərar verir, arzunu bıraq getsin yaşadığı ölkəyə. Yəni nəyi gözləyirsiniz, necə eləyək? Sizcə necə olmalıdır ay cəmaət? Məhkəmə nə qərar verməlidir? Mənim maraqlıdır görüm, məhkəmə nə qərar verməlidir? Mən hakimdən xahiş eləyim. Mən hakimdən xahiş eləyim, çıxsın TikToka, çıxsın TikToka. Siz yazın, hansı səs çoxluq təşkil eləsə ona baxar. Yaxşı? Sağ olun. Ədalətli qərar burada danışmayın. Ay Nicat, bax mən burada bu sözü yazanlar var ha. Duxunuz çatır, sabahların gəlin məhkəməyə. O dediyiniz sözü də mənim üzvə deyin və arzu üçün burada özünüzü həlak edib yazdığınız sözləri duxunuz çatır, səhər gəlib məhkəmədə deyin. Kamera arxasında şirə dönməyin. Vallahi Arzunun yanında, özünü Arzunun yanında olanlar kimi göstərənlər bəlkə də sabah restoranlarda yer bron eləyiblər, yeyib içib əylənməyə. Onun üçün də çox şey eləməyim. Bella xanımı qoş. Hanı mən bilmirəm axı. Necə yazıb, necə qurdun. Ay qaqaş, sən kişi xeyl ağızsan. Kişi xeyl ağızsan da. Qadına, qadın teması. Məncə sən kişi deyilsən, sən pığlardansan, gəlib adını burada qaqaş qoymuşsan. Sabah saat 10-dadır. Boş ver, oxuma. Hoş gəldiniz. Çox sağ olun Nicat. Elə o qədər düz danışırsınız, aydın danışırsınız. Bu cəmaət amma başa düşmür, qavramır. Beyin elə bir ki tormuzdanıb hamı. Cəmaət niyə başa düşsün? Cəmaət gedib Müjgana hədiyyə atan, baboşa qazan, vilka qaşıq aparan, baboşun döşlərinə baxıb gülüb anasını atasına göstərən cəmaət. Niyə savadlı şeyi başa düşsün? Yenə əsəbləşmə öz-özümdən. Nicat, bir söz nə demək istəyirəm? Şafa, sən də yəqin ki razı olarsan. Bu qız bunun uşağı autizm xəstəsidir. O bir səhifəmdən gəlirəm. Bu uşaq autizm xəstəsidir. Bu bir dəfə Azərbaycana gəlib gedəndən o uşağı həkimlərə gətirməyib. O uşağın, onun ancaq uşaq deyirik, xəstə uşağım deyirik, indi özünə şırma tutur olmaz. O uşağın gecikdirib müalicəsini, uşağın indi 5 yaşı var, amma o 2 yaşından uca müalicələrə başlamalıdır. Ay Bella xanım, cəmaət Almaniyaya aparır uşağın, siz nə danışırsınız? Almaniyada Deniz deyir ki, həkimlər deyiblər ki, gözləyin, hələ özü də açılacaq. Həkimlər deyib ki, aparın Azərbaycana, Almaniyada deyib ki, aparın Azərbaycana. Gətiriblər də, burada təyin eləyiblər də, 3-cü stadiya ona veriblər də uşağa, autizm xəstəsi deyiblər. Burada Deniz sözü deyir ki, bunu gətirib aparmaq lazımdır Azərbaycana. Niyə? Deyim niyə? Çünki uşaq Almaniyada doğulmuş olsa belə də atanın nigahı yoxdur. Və onların qanununa əsasən ana Azərbaycan vətəndaşı olduğu üçün burada olmalıdır o proseslər. Bəli, mən onu deyirəm də. Bəs Deniz deyir ki, uşaq anasının himayəsində olduğuna görə ana onun müalicəsinə məşğul olmalıdır. O, Azərbaycana bunun üçün gəlib getməli idi. O bir dəfə çıxıb desə ki, mən Azərbaycana gəlməyimdə məqsəd uşağımın müalicələri, uşağımın terapiyaları,
kameraları gecikdirmişəm, indi bilmişəm, gec bilmişəm. Belə şeylər deyib danışsaydı heç olmasa, biraz yumşaldıcı ola bilərdi də onun tərəfində. Bax onu demir. Bu heç üzr də istəmir. Bu heç səhvini də qavramaq istəmir. Bu kiməsə kimin ağzından nə sözlər eşidir, savadsız, hamıya çıxır savadsız deyir. Amma baxıram videoda arvadlara orada füflətdirir, ağzına nə bilim nə fülüyüb verirlər, nəsə. O cahil, savadsız özü ola bu boyda millətə cavadsız deyir. O boyda prokurora, o boyda hakimə, o qədər istintaqın işinə ağzınızda burada deyirsiniz ki, sizin görmədiyiniz tərəflər var. Bəli, axmaqdır, bizə açsın hamısını danışsın ki, mən içmişdim, özüm bilə-bilə getmədim ki, polis çağırmadım ki, polis gəlib mənə test eləyəcəkdi, görəcəkdi ki, mən içkiliyəm. Başa düşürsünüz? Ay millət, ay cəmaat. Bunlar xəstəxanaya da gediblər, orada deməyiblər ki, biz qəzadan gəlirik. Bunlar deyiblər ki, halım xarabdır, bir də mənə sakitləşdirici vurun. O 20 dəqiqə orada olub çıxıb. Onlar hansı xəstəxanaya gediblər? Həmin xəstəxananın sənədi var qərarda, hökmdə. Bilmirəm, orada kağızlarda var da, orada göstərilir ki, Var. 24 dəqiqə olub çıxıblar. 24 dəqiqə yazılıb orada. Hə, orada nə ediblər? Ona sistem 24 dəqiqə olmur. O gedib, davlenyasını ölçüblər. Pakasuda 24 dəqiqə ancaq olar. Bir dənə də sakitləşdirici iynə vurublar, çıxıblar. Düzdür, belə olub da. Bunlar yayınıblar, fakt yayınıblar. Bunu başa düşmək istəmirlər. Nə o yanındakı mındar, iflic insan, o ona deyib, gəl qaçaq. O ona ağıllı ki, özünü aparır, yaşda ki, ondan böyüdür. O deyərdi ki, gəl qalaq, görək axırı nə olur, gəl yaralıların yanında. Onun içkili olmağı sübuta yetirilsəydi, daha ağır cəza orada olacaqdı. Ona görə elə ən birinci elə içkili olub. Biz ki görmüşük, baxanlar onun oradakı o Marina Beach'də olduqlarını biz görürdük. Nə edirdilər orada, necə içirdilər, necə skuter sürürdülər. Hi, biz hamısını görmüşük. Axı biz kütlə görüb axı. Bunun kütləsi bəs niyə çıxıb deyir ki, belə düzünü də danışsınlar da. Deyir o tərəf üçün ağlayanda bu tərəf üçün deyəndə bəs bu adam fakt söz deyirsiniz dilinlə ki, bərk surətlə gələn adam gəlib, sürüb, onun qabağı boş olsaydı çox gözəl də oradan gedəcəkdi. Çünki o gözəl sürücü olub, gözəl avtoş olub. Avtoşluq həyatında o adam öldürməyib bir dənə də. Öldürsəydi o elə bək sürüm. Yəni ki, nə edib o onsuz da o cəzasını o dünyaya Allah ona rəhmət eləsin. Allah onun anasına səbir versin, bacısına səbir versin. Amma o uşağın sayəsində onlar sağ qalıblar. Onlar getsinlər, gecə gündüz ona Baxın, mən burada yazanlara bir məsələ deyirəm və bunun da altını çizirəm. Sabah məhkəmədə özüm olacam. Mən məhkəmədə arzuma görə deyiləm. Arzum da mənim ölkəmin vətəndaşıdır. Onun övladları var. Özünü qoyuram, şəxsiyyətini qoyuram bir qırağa. Mənə maraqlı deyil. Harda içir, nə içir, nə həyat sürür, öz işidir. Sadəcə uşaqlara yazığım gəlir. İstəmərəm olsun. Amma Amalın ailəsi də həmçinin tanımasam belə də mən belə fikirləşirəm ki, onlar zərər çəkmiş şəxsdir və ölən insanı geri qaytarmaq olmur. Kaş ki, heç olmasa yaralı olardı, amma heç olmasa öz ailəsinin yanında olardı. Bu, ana üçün böyük bir dərddir, sizə zarafat gəlir. Çünki burada yazanların çoxsu hələ gəncdir. Analıq nədir bilmirlər, analıq hissini yaşamayıblar, valideyn nədir bilmirlər, onun üçün onlara adi gəlir. Biz onun 7-24 açdığı canlılarda görürdük ki, uşaqlar ağlayırdılar, balacalar çağırırdı. Naibə gəl apar, Elizabet gəl apar. Bu uşaqlar o kibləni biraz böyüklərin sayəsində böyüyüb. Onun işi uşaqlarla, əgər uşaqları fikirləşsəydi, ümumiyyətlə vəbşə oturardı evində, eşində. Baxın, mən sizdə bir söz deyirəm də, mən öz praktikamdan deyirəm ki, mənim doğma dayım maşınla qulağında nauşnik olan bir gənc oğlanı vurub öldürmüşdü, görməmişdi. Böyük yük maşını olduğu üçün oğlan səsi eşitməyib, dayım da görməmişdi. Mənim anam və xalalarım həmin o ölən şəxsin evinin qabağında maşında 3 gecə yatdılar. Evə buraxmırdılar onları da. Qışqır, bağır, eləyirdi, ev yəsidir. Cəmaatın balası ölüb, başa düşmək olur, qoymurdular barışıq. Amma 3 gündən sonra daha nənəm, anam, xalalarım, Allah and olsun, onlar daha elə günə qalmışdılar ki, barışıq da elədilər, üzür yerinin xərcini də çəkdilər. Ay Nicat, bu adam gəlib getdiyi müddətdə, gəlib gedirdi də o.
O bir dəfə fikirləşməyib ki, mən o qəza olmuşdu. Görəsən orada sağ qaldılar, nə oldular, nə olma. Və onu deyirəm, yəni vecə almadan çıx get ki, mənim burada günahım. Özünü nətər inandıra bilərsən ki? Necə deyə bilərik günahım yoxdur? Mənim axı günahım yoxdur demək nə deməkdir? Sənə görə olub da qəza. Sənə görə olub da qəza. Fakt olaraq bunun maşınının təkəri digər şəxsin kırılasında izi var. Bəli. Çünki maşın sürətli olanda quş kimi olur, yüngül olur. Əllə belə itələsən, arxası və yaxud da qabağı çox sürətli olanda maşın yüngülləşir kuza. Bəli. Ona görə də qaçıblar və belə hal verir. Çoxsu burada onun kütləsidir. Özü kimi savadsız kütlədir. Bunlar başa düşmürlər. Və deməyim odur ki, bu savadsız kütlə onu qoydu da qara günə. Hədiyyə atmayın uşaqlar. Hədiyyəyə görə burada deyiləm. Hədiyyə qəti atmayın. Onun savadsız kütləsi ilə qoydu da qara günə onu. Bibilər onu belə o günə qoydu da. Elə mənim bibilərimə. Deməli bu tərəfdə heç bu rəhmətliyin sevənləri yox idi, istəyənləri yox idi. Ailənin yeganə övladı deyə. Necə ola bilər ki? Bu ikinci bir məsələ də sözünüzü kəsirəm. Arzunu biz gözümüzdə belə çox böyütmüşük. Yəni bu Azərbaycan Respublikasının xalq artisti deyil. Mədəniyyət və ictimaiyyət üçün böyük bir nüfuz deyil. Bu böyük bir figur deyil. Sözü keçən adam deyil. Heç bir ölkəyə heç bir xeyri olmayan bir insandır da. Yəni bunu niyə böyüdürük ki? Nəyin təbliği gedirdi? Sizi nə yandırır? Daha arzu olmayacaq. Siz onun qaynağına, linzasına, ərinə, münasibətinə baxa bilməyəcəksiniz. Ay sağ ol. Oturmuşdun Almaniyada, oturaydın, ailəvi davam elətdirərdin. Sənin Azərbaycana gəlməyin sənin hər şeyini məhv etdi. Elə bildin, yel əsib qoz tökülü. Nə var bu ölkədə? Nəyə gəlmişdin ki? İndi bir videosu çıxdı mənim qabağıma YouTube'da. Deyir ki, çox heyif mənim sizi bu qədər istədiyimə də. Yəni mən sizi istədiyim qədər siz məni istəmədiniz. Necə sənə xahiş eləmişdik, gəl bizi istə. İstəyib neynəmisən? Ailələr ev çox verib maraqlıdır. Rəşad Dağlının müdafiəsinə niyə qalxmadınız ki? Burada yazılı indi düşdü adıma da. Fakt olaraq o adamda günah olmayıb. Düzdür, o qətlə yetirib. Amma səbəb olub da onu da o həddə çatdırıblar. Anlaqsız vəziyyətdə olub. Kimə də o SMS-lər, o sözlər yazılsaydı, belə olacaqdı. Niyə müdafiəsinə qalxmırsınız? O qədər təqsirli sübuta yetirilməyib tutulanlar var. Misir Qasımovumuz var xaricdə. Niyə dillənmirsiniz? Gəlirsiniz, harada bir gic adam var, onun müdafiəsinə qalxırsınız. Niyə də, niyə? Qazi ailələri, şəhid ailələri, çox xahiş edirəm, prezidentə Misir Qasımovla bağlı müraciət eləyin. Xaricdə, əsirlikdə qalan o Misir Qasımovla bağlı müraciət eləyin. Analar var, oğlu şəhid olub, əri şəhid olub, ailə başçısı yoxdur, tək qadındır, çətinlik çəkir, hansısa bir çatışmayanı var, prezidentə səsini çatdıra bilmir. Onlara gəlin, dəstək olağın, xalq olaraq. O bizim səsimizi prezident duysun. Amma daha bunu prezidentdən tələb eləməyək də. Mehriban xanımla bunu tələb eləməyək ki, haqlı olmuşkən haqsızlığa apar hakimi. Bu son həddidir. Mən çıxıb şəhid ailələrinə deyim ki, mənim barəm, sual verəcəklər, ay şəhid ailəsi, sənə başıva dönüm, sən bunun nəyisən? Arzumun nəyisən? Hüquqi varisisən, yox, əmisisən, yox, dayısısan, yox, nəyisən? Yox, bu öz vəkili ilə məsləhətləşib müraciət eləməlidir. Vəkil deməlidir ki, mən bu müraciəti eləyirəm, ailəyə eləyim, yoxsa prezidentə eləyim? Yallah xanım, mənə o sözü dedi, mənə. Mən prezidentə dedim, müraciət eləmək istəyirəm. Hələ heç müraciət yayılmamışdı. Dedim ki, Arzu, sən ilk öncə barışığa get, bəlkə səni bağışladılar, əgər bağışlamasalar eləyərsən. İkincisi də ki, dedim, eləməyimin heç bir əsası yoxdur. Üçüncüsü deyil, sual verirəm ona ki, sənin vəkillərin deyib sənə barışmalısan. Deyir, hə, dedi. Deyirəm, dedi yoxsa israr etdi, deyir, dedi. Sonra öz-özümə fikirləşirəm ki, sən nə vəkilsən ki, niyə israr etməmisən? Onun hüquqları sənin əlindədir, ay vəkillər. Niyə israr etməmisiniz? Bəlkə onun başı çatmır, bəlkə əqli problemləri var. Niyə israr etməmisiniz? Yox, əgər vəkillik eləyirsinizsə, görürsünüz buna girmir bu adama. Bunun belə necə israrla, dəfələrlə israrla onun başına soxun ki, sən getməlisən o qapıya.
Sən getməlisən. 106 ay məhkəmə gedib, 180 gün. 180 gün uçub havaya, axır 3-4 gün qalıb indi bunlar əl ayaq düşüblər ki, ay prezident məni bağışla. Bəs sən 6 ayın içində bir dəfə onun qapısına getmisiniz? Prezidentə müraciət eləmək hüququ var xanımın. Sadəcə olaraq cəzasının tam yarı hissəsini çəkdikdən sonra əf üçün Azərbaycan Respublikasının prezidentinə müraciət edəcək. Bəli. Lakin əf komissiyasından gələn sorğuya cavab, ilk sual, cəza çəkmə müəssisələrinin qeydiyyat bölmələrinə yönləndirilmiş məktub əsasında ilk sual, məhkumun anket məlumatları. Anket məlumatlarında nə qeyd olunur? Zərər çəkmişlə barışığı var, maddi ziyan ödənilmişdir. Bunların qarşısı xeyr olandan sonra o da mümkün olmayacaq. Çünki barışıq mütləqdir. Əf olan insanların əksəriyyəti barışığı var deyə çıxıb çölə. Bu il ərzində olan əflərin hamısının barışıq olduğu üçün çöldədir. Barışıq olmasa içəridə də çətin olacaq. Yəni bunu bilsin, bir mənalı bilməlidir. Burada yazırlar, fakt kör gördü ki, o qızın günahı yoxdur. Ay bala, siz müstəntiqdən çox bilirsiniz, ekspertizadan çox bilirsiniz. Hansı müstəntiq, hansı ekspertiziya ictimailəşmiş məsələyə görə öz karyerasına son qoyar? Bu sualı sizə verirəm də, bu adi insanın məsələsi deyil. Deyim ki, hə, indi nəyəsə satıldı, nəyəsə oldu. Bu fakt olaraq ictimailəşmiş məsələdir. Bir də deyirlər ki, niyə indi ayılıblar? 6 aydır bu proses gedir. Prosta Bəli, günahı olmasa müstəntiqin başı xarab olmayıb iş açsın. Danışmağa ixtiyar yox idi. Onu haçan icazə verərdilər, onda danışmağa danışa bilərdi. İstintaq dövründə bu məsələləri danışmaq olmaz. Orxan Rasiboğlu icazə ilə o açdı, danışdı, başladı danışmağa bu barədə. Hələ deyirlər ki, yapışıblar elə sürət, avtoş başa düşdükdə inzibati xədadır. O avtoşluğuna görə gedib nədir onu sürət? Cəzasını çəkəcəkdi. Cəzasını alacaqdı. Ya onu sürücülüyü alacaqdılar əlindən, ya axır bir şeylə də nəysə. Amma biz demirik ki, arzu qəsdən eləyib. Biz də bilirik bu ehtiyatsızlıqdan olmuş qəzadır. Amma ən azından milli mentalitetimiz var, insanlıq var, vicdan var. Sənin damarında Azərbaycan qan axır, əgər həqiqətən də Azərbaycanlısınızsa. Burada yazanlar var, Arzu haqqında tərbiyəsizdir, əxlaqsızdır. Mən onun heç nə bir qadın kimi nə tərbiyəsində, nə əxlaqında, heç nəyində mənim onun heç bir pretenziyam yoxdur. Özü bilər. Öz həyatıdır, əri var, ailəsi var. Burada bir savadlı adam yazıb, baxın, 264-cü maddə cinayətdir, xəta deyil. Bunu tam doğru yazıb. Bəli. 264-cü maddə ayrı bir maddədir və cinayətdir. Yəni ki, bu 6 ay iş gedib, istintaq dövrü. Bəs orada bəyəm o qədər axmaq adamlar oturub ki, özlərindən bilirsiniz, Arzu ipə sapa yatmayan adam deyir. Vəkillə məsləhətləşmədən məlumat yayır. Birincisi, yaydığın videoda da heç olmasa ən azı bir savadlı şəkildə danışardın. Vəsadət sözünü vəsait kimi qələmə vermirsən, o cəmaatda başqa cür fikir yaradır. Burada da sən hakimə və məhkəmə orqanlarına zərbə kimi dəyərləndirilə bilər sənin dediyin söz. Sən vəsadət demək istəmirsən, vəsait kimi çıxıb. Bir vəkillə məsləhətləş, bir videovu korreksiya elə. Onsuz da ağlamağınız sizin bir vur birdir. Belə gülürsünüz, üzünüzü çörəndə başlayırsınız ağlamağa. Müraciətin teksti olmalıdır. Onu bir yuristlə, bir bilən adamla oturub o tekst qurulmalı, yazılmalıydı ki, heç olmasa oradan oxusun. Səhv danışır, səhvlər buraxır. Aytənin yazdığı tekst nə olacaq? Savadsız müraciət idi. Çox savadsız müraciət idi, özünə ziyan elədi. O heç kimə, o zaten nə eləyib, özünə eləyib. Onun ətrafındakilərin fitinə gedib. Elə kütlənin fitinə gedib. Nə eləyir? Elə güya ki, bilmirəm, hansı ağılla, hansı boş. Deyirəm də, o adam görsənir savadsızdır. Nə bir kitab oxuyub, nə bir vəbşə heç nədən xəbəri, dünyadan, aləmdən xəbəri yoxdur. Onunki ancaq uşaq doğmaqdır, makyaj eləməkdir, nə bilim, hay huy, atdan düş oyna, əcəb eləyir, yaxşı eləyir, öz həyatıdır yenə. Amma
Fakt bu cinayət hadisəsidir. Onu da yayındırmaq olmaz. Sən əvvəlcədən başdan düz deyirsiniz ki, o vəkillərə düzgün məlumat verilməyib. Bəli, vəkil nə üçündür? Bəs vəkilə sən düz məlumat verməlisən ki, o da yolun, yöntəmin tapıb bir balaca bu məsələni qanun çərçivəsində yumuşaltsın. Yenə də o yanındakı milçəydi, Tarkandı, bilmirəm nədir. O içib düzünü danışmışdı. İndi fakt danır, sonradan deyir ki, mən kino danışırdım. Amma cəmaət də qoyundur, çörəyi də... Mən o kino danışırsa, həmin kinonun adını desin. Burada 1300 adam var. Oturaq o kinoya baxaq, görə o danışan epizod həmin kinoda var. Yo, bilirsiniz necə? Nicat, bilirsiniz mən nə deyim sizə? Onun çox-çox sonra, o hadisədən sonra, elə bir bu yaxınlarda neçə ay deyim, bilmirəm, Mary özü bilər. Mary ilə tanış olmuşdu. O Mary rəfiqəsi ona dedi ki, mənim Bakıda maşınım var. Türkiyə gedib gələndən sonra mən sənə o maşınımı verərəm sürməyə, qalıb da qarajda. Mən o söhbəti eşitmişəm. Bu da güya deyir ki, mən qaydaları öyrənirdim. Mən yol qaydalarından danışmışam orada. Ay tupoy, sən özün tupoysan, bizi tupoy hesab eləyirsən. Sən axı bu hadisə, qəza hadisəsindən neçə ay sonra bu söhbət eləmisən ki, Mary mənə maşın verəcək. Sən mənim rəfiqəm maşın verəcəkdi. Biz onların hamısını eşitmişik. Bəs yaxşı, kino danışırdısa, orada zərər çəkmiş Amalın anasına deyir ki, ana mənə yaz. O Amalın anası da bəyəm həmin kinonun iştirakçısı olub ki, mən başa düşmədim. Hansı kinodur desin, baxaq. Orada deyir ki, ana mənə direktdə yaz. Yo, orada doğrudan da yazırdı da, xanım Vidma canlıda yazdı. Onu deyirəm də, bəs yaxşı da, ana mənə direktdə yaz nə deməkdir? Demək ki, sən nağıl danışmırsan da, cəmaatı gic eləyir. Onu da arzu deyir, o videoda var, arzu deyir ki, sən orada zərər çəkmişin anasından deyirsən ki, mən sizdən sonra zəngləşərəm, danışarım. O videoda var, arzu da deyir. Arzu səsin çıxara bilmir, çıxara da bilməyəcək. Həqiqətləri artıq biz bilirik. Kimə nə verib, kim ondan nə qədər pul alıb, kim ondan susmaq üçün nə edib, başqa sirləri açıb tökməmək üçün nə qədər pul alıb, bunların hamısını bilirik. Çox təəssüf ki, o pulları heç bir müqavilə əsasında verməyib. Amma milçəyin artıq bir kəlməsi onun bu dəfə cinayət məsuliyyətinə cəlb eləyəcək, onu bilirəm. Özü də dedi ki, məni elə bir işə salıb ki, mən içindən çıxa bilmirəm. Axı bu videolar var da, var. Ay millət, var da bu videolar. Sonra deyirlər ki, montaj olunub, kəsilib, nə olub? Biz onun... Süni intellekt. Yox, biz onun bütöv versiyasına da baxmışıq da. Bütöv versiyasına baxmışıq, bəli, o hissə götürülüb, amma bütöv versiyasını hamı görüb də, onlara baxan hamısı görüb də o bütöv versiyaları. Nə bilim Allah. Mən bir onu bilirəm ki, özü kimi də ətrafı var. Sağlam ətraf yoxdur onun ətrafında. İnsanın özü kimi olur ətrafı. Bunu yadınızda saxlayın. Ona arxın salıblar. Ona özdə üzr istəyirəm. Arxın salıblar ki, narahat olma, sabah heç nə olmayacaq. Biz sənə kömək eləyəcəyik, sən tutulmayacaqsan. Çıxırsınız hələ efirlərdə dövlətə pul verməkdə ittiham edirsiniz. Bizim dövlətimiz pulla... Şafa elə deyə ondan özləri pul alıblar da, sakitləşdirmək üçün pul alıblar. Məsələdə odur ki, Şəhla xanım, xoş gəldin. Məsələdə odur ki, Şafa, o bilir tutulacağını. Sadəcə olaraq o deyib, bir sözü istifadə elədi ki, ölməksə xırıldamaq nədir? Yəni tutuluramsa, niyə əyilib üzr istəməliyəm? Burada kimya biologiya səhifəsi var. O Sənəbərin atasıdır. Biz onu salamlayırıq. Sabaha kimi, sabahda sizə səbir diləyirik. İnşallah ki, hər şey yaxşı olacaq Allahın köməkliyi ilə. Allah köməyi olsun. İnan ki, sənin də ailəvin başına belə bir iş gəlsə, ictimailəşsə, Allah göstərməsin, mən yenə də sənin yanında dayanacağam. Nəinki mənə, buradakı hər kəs. Əvvəla məsələ nədir ki, hamımız maşın sürürük, burada bir çox əksəriyyət insanlar avtomobildən istifadə edir. Əgər həqiqətən də sənin səhvin varsa, üzr istəmək özü böyük bir böyüklükdür. Yalvarmaq sənin azadlığından önəmli deyil, sən qürurun azadlığından önəmli deyil. Sən uşaq istəmirsən, ay arzum, sənə uşaq maraqlı deyil. Sənə övladın
sadəcə övladla manipulyasiya edirsən insanları. Mənim övladım var. Ona görə baxdım ki, Nicat, onu deyəcəkdim ki, uşaq istəyən ana it olar, uluyar, lüboy qapıda. İt olar, uluyar nədir? Uşaq adamı düşmən qapısına göndərir. Yemirsən, yedirdirsən, geymirsən, geydirirsən. Nə danışırsınız? Övladının bir balaca mərhəməti ürəyində olan ana o qapıda yatar. Məhkəmə qapısında, vəkillərin qapısında yatar. Ayrılmaz vəkillərdən. Bütün günü eyni otaqda olarlar, eyni sözü danışar. Siz nədən narahat olar biriniz? Demək ki, o uşaq vecinə deyil. Vəssalam. Yox, Orada onun nəzərdən yanında çatdırım ki, cəzasını bitirib çıxandan sonra da dövlətin sosial fondundan ona 1360 manatda dövlət pul verəcək. Cəzanı bitirib çıxandan sonra apararsan rəfiqələrvi, yaxşı qonaqlıq verərsən. onun yanındakılar heç vaxt ona deməz ki, Arzu, sənin səhvin var. Hamısı onu izləyir. Əlbəttə ki, hamısı tırka verir, hamısı tırka verir. Sənin günahın yoxdur, sənin günahın yoxdur, sənin günahın yoxdur. Fakt ekspertin nəticələri var da. Fakt sən aparıb maşını verəndən sonra oranı malatlayırlar da. Maşında, qara maşında izlər görsənir. Sənin maşının ağ olub, onun da nə var aparıblar Zamaska. Bunlar bilirsiniz nədir? Bunlar elə başa düşür ki, biz çox geridə qalmış ölkəyik. Yəni bizdə ekspertiziya hələ də əllə, belə lupana baxıb əl izi götürür. Bunlar belə başa düşür. Ay mənim gözəl xalqım, bizim ölkəmizdə ekspertiziya və məhkəmə sahəsində çox böyük islahatlar gedib və çox böyük irəliləyişlər var. Artıq bizim ekspertlərimiz lupana falanla baxıb əl izi götürmürlər. Başa düşürsünüz? Artıq hər şey müasirləşib, yeni texnologiyalar inkişaf edir. Adını yaza bilməyənlər gəlib bugünkü gün hansısa bir fikir bildirirlər. Müstəntiqin ünvanına, ekspertin ünvanına. Ya bunlar cahil insanlardır da. Demirəm savadı oxuyub, bəlkə də oxuyublar, pulla oxuyub qutaran adamlardılar. Bu bir. İkincisi də ki, mənə də kənardan heç bir pullar təklif eləməyin. Heç bir nələrsə təklif eləməyin. Mən sənübəri amalı pula satmaram. Sizin pulunuz özü və məni qatmayın. Həm də ki, belə ürəyi yanan, dövləti də ala bilmərsiniz. belə ürəyi yanan varsa, geçsin cinayəti etiraf eləsin, desin Arzu sürməyib maşını. Mən sürmüşəm, mən həbs edin. Gedin Arzunun yerinə yatın, çıxın. Düzdür. Var belə ürəkli adam. O da variantdır, bəli. Kim istəyir Var getsin. ürəkli. Kim istəyir geçsin, desin ki, mən eləmişəm. Gedin yatın. Bir vicdanımız olsun, bir vicdan hər insanda olmur da. Canım mənim. Bax, bu qədər burada gəlib yazırlar, günahsızdır, odur, budur. Yazanlar var ha. Bir dəfə də olsun, məhkəməyə gəliblərmi Arzuya görə? O yox, burada yazırlar ki, prim yığıb sən ölənlər üzün bəzəkli qəbri. Prim yığıb neynirəm? Görün bura hədiyyə atırsınız, mən pul çıxardıram həmin hədiyyədə. Ya mən burada məhsul qoyub satıram, ya marketdən kola adına gedib çaxır alıb sizin pulunuzla içirəm. Nədə? Ya baseyniyə gedirəm, pul yığıb. Ya nədir? Bir dənə söz var da ağızlarında. Güya ki, biz görürük də sənin canlıları. Öz aləmində bir insansan, açırsan, yəni ki, öz istedadını nümayiş elətdirirsən. Biz də baxırıq, feyziyab alırıq səsindən, çox gözəl, qızıl səsim var. Yəni ki, hər kəsən öz işində, öz həyatındadır. Heç kim prim söhbəti. O blogerlər üçün prim lazımdır bir-birinə. Biz, məsələn, siz bloger deyilsiniz. Siz Nicat bloger deyilsiniz axı. Siz adi. Yox, mən ümumiyyətlə heç nə bloger deyiləm, nə tiktoker deyiləm. Mən 11 il hüquq sahəsində çalışmışam. 4 ildə təhsilimi alsaq 15 il. Sonradan həmin öz ərzəmlə burada biri çıxdı dediyi səni işdən qovublar. Mən onun canlısına qoşulub xidməti vəsiqəmi göstərdim ona. Dedim, işdən qovulandan xidməti vəsiqə alınır, özünə verilmir. İndi o danışırdı da, deyirdi. Öz ərzəmlə işdən uzaqlaşmışam, indi də musiqi ilə məşğulam. Onun üçün də belə maraqlıdırsa, sizə qulaq asırsınızsa, mənim də bir bildiyim var ki, danışıram. Havadan, sudan, oradan, buradan götürüb danışmıram. Bəli, var. Bəli, sabah son məhkəmə olacaq. Ümid edirəm ki, daha vəkilləri danışmaq üçün söz istəməz. Yazıq vəkillər özləri də bilmir, nə danışsın yəni. Vəkil özü artıq mahiyyətin başa düşmüşdür.
Bəs sabahların vəkillər desə ki, yenə son çıxışa hazır deyilik deyə, ondan olacaq. Məncə hakim onu artıq nəzərə almayacaq. Çünki yəni yetərli qədər vaxt verib də. Orada çünki sual verdi ki, bir həftə yetərli olacaq, onlar da razılaşıblar. Vəssalam. Orada nə uzada bilər? Orada uzada bilməz. Ya məhkəmə zalından dərhal həbs edilsin qərarı olacaq və yaxud da ki, məntəqə tipli olacaq. Məntəqə tipli olmuş olsa belə buradan deyirəm, həmin hakim qərəzli, yəni o qərarı verəcək. Həmin hakim məntəqə tipli arzuya vermiş olsa, bu qərar ədalətli qərar hesab edilməyəcək. Qanun bunu deyir. Mən demirəm ha, elə başa düşmür ki, mən o düşməniyəm. Qanun bunu deyir. Çünki qanunda nəzərdə tutur ki, məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkmiş şəxs zərər çəkmişlə barışığı olmalı, dəymiş maddi ziyanı ödəməli. Belə olmalıdır. Amma bunda hadisə yerindən qaçma, səmimi peşmançılıq yox, üzr istəmə yox, plus dərənin cındırın yığıb gətirib, deyə də bilmirəm, yığıb töküb ora. Ona görə də, yəni Ayşə kimdir ki, sən onu məhkəməyə aparırsan? Səviyyəsiz adamlarla necə məhkəməyə gəlmək olar? Ayşə kimdir? Ya yanında gedənlər kimdir? Ağzı söz tutan, bir intellektual səviyyəsi olan, bir ali savadı olan bir insanlar yoxdur. Yəni sənin əslində sən adam məhkəməyə özünlə elə adam aparar ki, bəli. O özündən çıxanda həqiqətən də onu sakitləşdirə biləcək. Qarşı tərəflə dil tapıb mədəni şəkildə söhbət eləyə biləcək. Sözünün qabağını dalını bilən adam olar da. Daha sən elə hər yerindən duran deyirsən, gəlin. Məhkəmə sənin üçün Qoşaqala restoran deyil. Çatana deyəsən, gəlin. Burada oturmuşuq qızlar, siz də gəlin. Biz qızlarla oturmuşuq, qızlar durun, gəlin. Qoşaqala deyil sənin üçün Xəzər rayon məhkəməsi. Özü mən bildiyim o qədər də böyük sahəsi yoxdur da. Məhkəmə zalı da elə balacadır. Çox balacadır. Yəni ora ancaq özləri yerləşə bilər. O qədər adamların. Mənə çox maraqlı deyə, Arzu bir dəfə şəhid ailələri, o şəhid analarını bir yerə yığıb aparıbmı istirahətə? İndi onlardan kömək istəyir. Mənə o maraqlıdır. Olub belə bir şey, bəlkə mən bilmirəm. Əlbəttə. Biz bir dənə Meyzanın görmüşük o şəhiddə, yəni yox, Meyzanı görmüşük, qazilərə çay süfrəsi verdiyini görmüşük, yəni onun yerlərini görmüşük. Bu olsa da versə də qazandığından, TikTokda qazandığından bəlkə kiməsə nəsə atıb da ola bilər xırda. Bir də uşaqlar, onun falçısını kim tanıyırsa mənə yazar da. Bir də mahnı çıxarmaq istəyirəm, soruşum gönlüm tutar tutmaz, o bilər də falçı bilər. Yox, gərək sənə saqqız versin, ondan sonra oxuyasın. Yox, soruşum da mahnı çıxarmaq istəyirəm, görüm tanınacam ya yox. Mən bilmirdim ki, sumkadan, sonra saqqızın qabından saqqızı çıxardıb vermək yarım saat çəkir. Saqqız nədir ki, çıxartdım elə əlinin ovcuna tükü məsələ verirsən, götürüb başlayır çiynəməyə. Bunlar yarım saat o saqqızı çıxartmaqda, oxumaq, püfləmək əlləşdilər. Cahillik. Savadsızlıq, Allahın vermədiyini saqqızdan, ipdən sapdan. Məhkəmədə də arvad cumub mənə ki, sən utanmırsan, mənə falçı demirsən. Deyirəm, mən deməmişəm ki, mənim yayımımda gəlib yazıblar da, ay xalar dedim, qadan qeyb oturmuşsan qabaqda, çəkiblər səni, düşmüsən. Əgər sən qorxmursansa, niyə ikinci məhkəmədə sən Orxanı öldürürdün ki, orada mənə çəkməyə, məni elə yerdə otustur ki, məni çəkmə. Çox sağ ol, gözəlim, yaxşıyam, siz necəsiz? Yazıblar ki, Xəzər rayonun cadugarlıq zalı. Yəni belə var. Onu da biz yazmamışıq ki, Xırdalandan gəlmə qadınlardır, falçılardır. Hayda, mən onları hardan tanıyırdım? Mən də saytda, mən də orada oxudum. Mən də oralarda oxudum. O bir ara yazırdılar, deyir, pir var, nə bilim, ocaq var, o da olmasa Xırdalanda məlahət var, bəlkə odur. Valla mənim anam Xırdalanda yaşayır 25 ildən çox da. Biz orada heç kimi tanımırıq. Hələ bir uşaqlar çöpsat tutanda soruşuruq, araşdırırıq ki, burada çöpçü yoxdur. Nəcəli burada bir çöpçü aparmağa bir adam yoxdur. Falçı vəbşi bilmirəm orada kimdir, ay, nədir. Ay, sözə dönüm. Allahvızdan istəyin, nə istəyirsinizsə. Falçı malçı boş şeydir.
Allahın vermədiyin bəndə verə bilməz. Bunu yadınızda saxlayın. Bu bir. İkincisi də ki, falçı necə hakimin yolundan döndərəcək, ya prosesual məcəllədə olan maddələrin yerini dəyişəcək. Nəyi söz veriblər görən ona? Ki, maddələrin yerini dəyişəcəyik məcəllədə. Hamı bilir ki, Ən gözəl Arzunun köməyi ailə ilə barışıq idi, ailənin və səmimi olmağı. Semboli anasının telefonu var idi, tanış olmuşdular, özü görmüşdü necə xanımdır. O ona tez-tez zəng eləməli idi, gedib gəlməli idi. Onlardan nə bilim dilağız eləməli idi, yalvarıb yapışmalı idi onlara. Hər cürə ailə semboli. Həmçinin öz dəstəkçilərinə, izləyicilərinə barmaq silkələməli idi ki, ey, çaşmayın ha ona qarşı. Demirəm ki, mənim günahım var. Deyirdi, mənim günahım oldu, olmadı. Rəhmətə gedənin ailəsinin adını kim dilinə gətirsə, məndən inciməsin. Bunu deməlidir. Demək lazımdır ki, o yazırlar rəhmətli amaldan, hər şey yazırlar. Ağızlarına gələni də gəlməyəni də hər şey yazırlar. Elə aftoş tutublar balam. Aftoş olub sənin qardaşını öldürməyib, atovu öldürməyib, heç kimin balasını öldürməyib. Bu özü üçün aftoşluq elibdir. Lüboy oğlan, kimin oğlu var, qardaşı var, hamısı aftoş həyatı keçidibdir, cavanlıq. 28 yaşı var da. Bu onun qabağına çıxmasaydı, o hadisə baş verməyəcəkdi. Arzu çıxıb onun qabağına da. Amal Arzunun qabağına çıxmayıb ki. Düz getdiyi, bərk yolda getdiyi yerdə Arzu reski dönmək fikrinə gəlib. O da ona daldan görsənir ki, işıqlarını yandırır, söndürür, siqnal verir, başa salır, göstərir ki, çəkil, yol ver, yol ver. Və xalq onu görməyib. Onu millət görməyib o videoları. Əlbəttə ki, özlərinə lazım olan yerlərini kəsib doğrayıb göstərirlər. Ona görə də cəmaət hamısı deyir, Arzun günahkardır. Kaş elə olsun. Biz də günahkar olsa onu axı içi bu qədər uzanmaz. Özdəki qarşı, yəni Amalgilin ailəsinə heç vəbşi lazım da deyil ki, yəni getsin kiməsə ağız açsın, nəsə istəsin. İş necə gedirsə, elə yolla da özü gedir. Onlar Arzu kimi 2 dənə vəkil tutmayıblar. Bir dənə vəkil tutublar. Allah ona da can sağlığı versin. Onu da ələ salırlar, gülürlər. Min dənə söz deyirlər o kişinin də. Ayıbdır. O vəkil Parkinson xəstəliyindən əziyyət çəkir, amma çox savadlı vəkildir və Parkinson xəstəliyinin sənin beynində olan biliyi və heç bir aidiyyatı yoxdur. O qədər vəkillər görmüşük ki, cicili-bicili qandığı qrafa yoxdur. İndi görün necədir ki, onun 2 vəkili, bunların bir vəkilinin yəni ki, vəsaitlərini yeridə bilmirlər. Vəsait alıb aldığına danışır, amma bilmir nə danışır. 2 dənə vəkilə bir dənə vəkil yəni güc gələ bilib. Mənə elə gəlir ki, Arzumun vəkilləri belə çox rahat oturur məhkəmədə. Yəni nə olar da. Oturub fikirləşir ki, bir dənə bu proses bitsəydi, Fikirləşirəm ki, onlar özləri öz içliklərində də, evdə zətdə, ailələrində oturanda, özlərində də, yəni başlarında bilirlər ki, günah bundadır. Prosta vəkildir, yəni ki, işini görür. Onun işi odur, vəkilliyi tutublar onu, xahiş eləyiblər, pulunu veriblər, o vəkilliyini eləyir. Amma özləri bilirlər ki, bu hadisədə Arzumun günahı var. Bilirlər. Prosta işlərini görürlər. Vəkil müqaviləni 500-300-ə bağlamır, 2000, 2500, 3000, 3500. Bəli. Və hər gedib gəldiyi yol üçün də yol pulu alır. Amma vəkil o qədər ağıllı bir insandır ki, hər bir addımı, hər bir kəlməvi, hər bir hərəkəti onunla razılaşdırıb, pastayan ona təmasda olmalısan. Bunu eləsəm necə olar? Bunu eləsəm mənə xal qazandırar. Bunu eləyim necə olur? Belə desəm necə olar? Belə danışsam necə olur? Bu vəkillər niyə məsləhətləşir? Aytənlə məsləhətləşər də səndə. Yox da bu, mən yenə də deyirəm, 6 aydır bu proses gedir. Bu vəkilləri ola, bu elə hərəkətlər eləyir ki, elə şeylər danışır, elə özünü aparmaqlar aparır ki, heç fikirləşmirsən ki, bunun xəstə uşağı var, xəstə uşaq anasıdır, ya da ki, qəza törətmiş qadındır. Bu adam şerlənir özü üçün. Özü yenə də deyirəm. Dayanmadan yazırsınız, Avustraliya milləti söydü bu səbəbdən. Avustraliya milləti söydü, çünki məsələ ictimailəşmədi. Sağ olsun, Orxan Rasifoğlu qoymadı məsələni ictimailəşməyə və ictimailəşməyəndə məsələ gedib Daxili İşlər Nazirliyinə və yaxud da ki, digər xidməti qurumlara çatmadı. Onun üçün də bu Avustraliyayı tutmadılar.
Əgər Avustraliya məsələsi ictimailəşsəydi, Orxan müəllim icazə versəydi tutacaqdılar. İndi bir mikrofonla Avustraliya bəllidir məsələn. To be continued deyə, hələ arxası olacaq, onun da vaxtı gələcək. O elə belə indi şeylənir öz üçün, amma onun da günü çatacaq. O yalan ifadə verib, o çox səhvlərə yola verib. O elə bilir ki, onun üçün həyat elə belə olacaq. Heç gün üçün. Əslində o artıq olmalı idi, çünki neçə ay gizlədib cinayət hadisəsini amma. Bəli. Orxan tərəfini tutacaqda mənə də mikrofon alıb ver, sənə bir il tərəfi tutum. Orada nə var ki? Amma mən inanmıram Orxana mikrofon alıb veriblər. Çünki səs yazıları var. Hələ o səs yazılarının cəmi bir səs yazısını qoymuşdular sizin üçün. O səs yazılarının hamısını dinləmişəm, hamısına da baxmışam. Heç biri də quraşdırılma deyil, heç biri də bir şey deyil. O TikTok'un da bir dənə belə işi var ki, kayıtlar olur, yazılar var, hamısı bir-birinə ötürür eləyir. Bax, bunu başa düşürlər ki, bunlar nə edirlər, həyatlarını qoyublar TikTok'a, cəmaatın da əli kayıtdadır. Gecə-gündüz oturub kayd eləyən adamlar var, yayılır hamısı bunlar. Onu fikirləşən yoxdur. Nəysə, Allah köməyi olsun hər iki tərəfin. Bəli, Allah hər iki tərəfin köməyi olsun. Nə bilim. Ədalət hardadısa orada olsun. Şəxsən mən rəhmətə gedən tanımıram ailəni, heç bir təmasım yoxdur, əlaqəm yoxdur, heç bir şey. Mən prosta öz 54 yaşım var. Mən öz müşahidələrimi, öz fikirlərimi bildirirəm ki, burada yəni ki, kör görgördür də. Heç kim də yaxasını çəkə bilməz qırağa. Vəssalam, şükür, tamam. Mən də buradan demək istəyirəm ki, siz sağ olun, var olasınız. Mən də demək istəyirəm ki, gördüyünüz insanlara olduğu kimi qiymət verməyin. Yəni ki, bu yaxşı qızdır, bu bunu eləməz, gəl bunun tərəfini tutaq deyə bir şey yoxdur. Bəlkə də tanımadığınız insanlar ondan da gözəl insanlar. O mənim qızım yerindədir, mən onun nə yaxşısını, nə pisini deyə bilmərəm, mənim heç ixtiyarımda yoxdur. Onun anası bilər, atası bilər. Özü bilər. Prosta mənim 18 min kütləsinə gülməyim gəlir ki, özü ağlında insanlar yığılıb ora. Çoxsu da malaletka, nə bilim, həyatı həsəd aparan, elə həyatı həsəd aparan, nə bilim, paltarı olmayan, onun kimi kosmetikası olmayan, nə bilim, onun kimi, nə bilim, nəylərisə olmayan. Almaniyada yaşamaq da o demək deyil ki, orada hamısı düz deyə dövlətdir. İşte gərək orada eşək kimi işləyəsən, elə də yaşayasan. Orada da yoldaşı hərbiçidir, onun maaşı da yaxşıdır. Uşaqları da 4-5 dənə havayı doğmayıb. Doğub ki, yaxşı da pul alır uşaqlarına görə. Özü bilər yenə də. Valla bizim ölkə Almaniyadan yaxşıdır. Evdə otururlar, yemirlər, içmirlər, sizdən pul dilənirlər, siz də lox kimi atırsınız. Ən gözəl ölkə bizim ölkədir. Heç kimdə, heç bir hüquq mühafizə orqanında sizi çağırıb sorğu-sual eləmir. Bundan gözəl ölkə. Bir dənə bu işdə bir dənə özünün çox böyük günahıdır ki, orada hadisə yerində qalsaydı, ya da gedib xəstəxanaya qayıtsaydı təzədən orada otursaydı, orada hər şey yaxşı olacaqdı. Onun üçün heç olmasa kömək göstərsəydi, onun üçün yaxşı olacaq. Bu qədər acınacaqlı olmayacaqdı vəziyyət. Yenə də Allahı bilsin, özü bilsin. Çox sağ olun, Nicat qaldırdın. Mən çox böyük hörmətim var sənə. Allah səni can sağlığı versin. Dünən dediyim kimi, Allah Atavanova can sağlığı versin. Sənin kimi oğul böyüdüblər. Sən çox ağıllı, tərbiyəli. Mən həmişə belə oğlanlara baxanda öz oğlum var. Həmişə belə istəmişəm ki, oğlum da belə olsun. Şükür Allahın verdiyinə. Allahın hamı, bütün anaların balalarını xoşbəxt eləsin. Allah amalın da anasına səbir versin, bacısına səbir versin. Allah səni o bərə şəfa versin. Allah amala rəhmət eləsin. Amma yenə də axırıncı sözü hakim deyəcək, məhkəmə 25-i nə deyəcək o olacaq. Çox sağ ol. Sağ olun. Oldu, sağ ol, sağ ol. Məni çıxarda bilərsən? Bəli, bəli. Hə, uşaqlar, mən də canlılarını bağlayıram. Bəli, sabah məhkəmədir, 25-idir. Məhkəmədən sonra canlı açacağam. Sabah özüm də məhkəmədə olacağam. Bir məsələ var, onunla bağlı gedəcəm. İctimaiyyətə açıqlamasını xahiş edəcəm Doğrul müəllimlə. Ki, görə bu məsələ necə oldu? İndi o sabah onun açıqlamasını verəcəm. Öpürəm, hamınız özünüzə yaxşı baxın. Qəlbinizi təmiz tutun, beyninizi təmiz tutun. Heç vaxt kinli olmayın. Kim tanımadığınız insana ümumiyyətlə söyüş yazmayın. Allah hamıya can sağlığı versin. Xətərdən, baladan uzaq olasınız. Mərdimazardan uzaq olasınız. Ətrafınızda tanıdığınız, illərlə sınadığınız insanları saxlayın. Tanımadığınız insanları boş verin, geçsin.